Salam hər kəsə, 9-cu dərs videosuna xoş gəlmisiniz. Bu dərs videosunda moda, median, ədəd orta, ədədin kəsrəsinin tapılması və standart şəkli kimi mövzulardan danışacağıq. Birinci başlayaq ədədə orta, moda və median. Hər birini ardıcıl olaraq tərifini deyəcəm, sonra bir misal üzərində hamısını tapacağam. Birinci başlayaq. Ədədlərin cəminin onların sayına nisbətinə həmin ədədlərin ədədi ortası deyilir. Bir sadə düstur kimi yaza bilərik ki, ədədi orta bərabərdir ədədlərin cəmi bölünsün ədədlərin sayı. İkincisi, ən çox təkrarlanan ədədə moda deyilir. Ağlınızda tutaq ki, bir paltar moda olanda hər yanda görmürük o paltarı. Bu da ən çox təkrarlanan ədəd olduğu üçün moda deyilir. Üçüncü, ədədlərin sırasını kiçikdən böyüyə düzdükdə orta qalan ədədə median deyilir. Və bir şey diqqət etməliyik ki, əgər ortada 2 ədəd varsa, bu zaman həmin ədədlər toplanıb 2-yə bölünür. İndi bir də məsələ üzərində hər birini tapmağa çalışaq. Məsələn, burada həm ədəd ortanı, həm modanı, həm də medianı tapmağa çalışaq. Əvvəla ədəd ortanı tapaq. Nə deyir? Ədədlərin cəmi bölünsün ədədlərin sayı. Ədədi orta bərabərdir. Baxın, ədədləri əvvəlcə toplayırıq ən üstə. 3 üstəgəl 16 üstəgəl 8 üstəgəl 20 üstəgəl 3, üstəgəl 56, üstəgəl 7. Sonra neyini sayına bölünür? 1, 2, 3, 4, 5, 6, 7. 7 dənə də ədədimiz var. Bölürük 7-yə. Bərabər neçə olur? 112 bölünsün 7, o da edir 16. Burada modanı necə tapırıq? Dediyimiz kimi ən çox təkrar ədədlərimiz modadır. Gördüyünüz kimi hamısı bir dənədir, amma 3-dən 2 dənədir. Demək ki, bizim modamız neçədir? Təbii ki də 3-dür. Geriyə qaldı median. İndi medianını tez belə tapa bilməliyik. Median üçün biz kiçikdən böyüyə düzməliyik. Gəlin kiçikdən böyüyə düzək. Bu zaman belə olar. 2 dənə 3. Sonra 7. Sonra 8. Sonra 16. Sonra 20. Sonra 56. İndi biz nə dedik? Ən ortada qalan ədədimiz median adlanır. Sağdan və soldan bir-bir silməyə başlayaq. Bir ədəd soldan, bir ədəd sağdan. Bir ədəd soldan, bir ədəd sağdan. Bir ədəd soldan, bir ədəd sağdan. Gördüyünüz kimi ortada qalan ədədimiz 8-dir. Demək ki, bizim medianımız neçə imiş? 8 imiş. Həmçinin belə də baxa bilərsiniz. Solda da 3 ədədimiz var, sağda da 3 ədədimiz. Tam ortada 8-imiz yerləşir. Keçək ədədin kəsr hissəsinin tapılmasına. Ədədin kəsr hissəsinin tapılması biraz fərqli üsulla istək edirlər. Amma sən ən asan üsulunu deyim də, heç fərqli bir üsula da ehtiyacımız yoxdur. Bu məsələ üzərindən tapaq da kəsr hissəsinin tapılmasını. Bunda sadəcə kök altına baxırıq. İfadəmiz nədir? 28 kök altı 28 çıxılsın 8. Baxın, burada heç əlləşməyə yoxdur, nə bilim, kök altı 28 neçənin arasında yerləşir falan filan. Sadəcə baxın, kök altında 28 nədir? Baxın, altda da yazın. Təqribi 5,5 neçə? Çünki kök altı 25-dən böyükdə, düzdür? Demək ki, bunun kəsr hissəsi nə olacaq? Elə kök altında 28 çıxılsın 5. Bu qədər sadə, heç nə bilim, ay neçənin arasında yerləşir, onlardan 8-i çıxaqsa, indi bunu çıxaq yəndə, falan filana ehtiyac belə yoxdur. Sadəcə qutardı. 5,5 neçə deyil, kəsr hissəsi demək ki, kök altı 28 çıxılsın 5. Və yaxud bir başqa ədəd deyim. Bu olsun 9 çıxılsın kök altı 29. Bu biraz fərqli olsun. Kök altı 29 neçədir? Təqribi yenə 5,5 neçə deyil. Onda demək ki 6-dan çıxacaq da. Çünki bundan kiçikdir. Kök altı 29 6-dan kiçikdir. Demək ki bunun da kəsr hissəsi neçə olacaq? 6 çıxılsın kök altı 29. Yəni bu qədər sadə. Nə bilim, böyük işlərə girişim, çox zəhmət çəkim, ehtiyac yoxdur. Sadəcə bunu eləyin, çıxsın, getsin. Standart şəklinə baxaq. Bu çox asan qaydadır. Sadəcə 1-2 cümlə ilə ətraflı izah edəcəm. Ədədin standart şəkli A vurulsun 10 üstü n şəklində yazılır. Burada A-mız bizim qiymətli hissədir. N də tərtib adlanır. Onun qüvvəti tərtib adlanır. İndi bir dənə bizim incə ayrıntımız var ki, burada A 1-ə bərabər və ya 1-dən böyükdür, ondan da kiçikdir. Yəni sən A-ya məsələn belə bir şey yaza bilərəm. 8 vurulsun 10 üstü 5. Bunu yaza bilərəm. Amma gəlib də 11 vurulsun 10 üstü 7 yaza bilmərəm. Niyə? Çünki 11 ondan kiçik deyil. Düzdür? Ondan böyükdür. Və yaxud 0,5 vurulsun 10 üstü 5 də yaza bilmərəm. Bəs bu cür yanlış yazılanlara necə çevirik? Gəlin onlara baxaq. Yəni ki, standart olmayan ədədləri standart şəklə salaq. Məsələn yazıram
75 vurulsun 10 üstü 4. Bunu necə standart şəkildə keçirə bilərəm? Bizim vergüllərlə işləmək kimi rahat bir üsulumuz var. İstəsəz onun kimi də eləyə bilərsiniz. 75 nə deməkdir? 7,5 vurulsun 10. Düzdür? Həmçinin bunu belə də eləyə bilərsiniz. Baxın, bu 75 deyil. Bunu bir vergülə atdımsa 10'a bölmüş olmayacağım. Bu 10'a bölmədə vur 10 kimi yazıram. O da vurulsun 10 üstü 4 değildi. Biz bilirik ki, eyni əsaslı ədədləri vuranda qüvvətlər toplanır. Yəni olur 7,5 vurulsun 10 üstü 4 plus 1. O da bərabər olur 7,5 vurulsun 10 üstü 5. Bu qədər sadə. Və yaxud həm də ki, biraz kiçik ədəd deyə birdən kiçik ədədlər göstərək. Bu olsun 0,7. Vurulsun 10 üstü lap 3 olsun. Bərabərdir. İndi nə etməliyik? Təbii ki də biz birdən böyük eləməliyik. Çünki 1 ilə 10 arasında yerləşməlidir bu. 0,7-də biz nə etməliyik? Yəni ki, kiçilmərsən də, böyüdərsən. 0,7-də baxın, yenə eyni üsulla gedəcəm. Bax 0,7-ni yazacağam. Vergül əvvəl burada değildi. Vergülü sildim, bir ədəd sağa götürdüm. Nə oldu? Mən bunu 10'a vurmuş oldum, hə? Bunu 10'a vurdumsa, onu da bölüm, hə? Yəni 10 üstü mənfi 1'ə vurum. O da vurulsun. Burada da bizim 10 üstü 3'ümüz var idi. Bərabərdir. Nə etdik? Üstlər toplanılır. 7 vurulsun. 10 üstü mənfi 1 üstə gəlir 3. O da olur 7 üstü. Daha doğrusu 7 vurulsun 10 üstü 2. Bu qədər sadə. Gördük ki, birdən kiçik ədəddə necə standart şəklə gətirə bildik. Dərsimiz bu qədər. Sağ olun.